Azərbaycan xalqı elmin inkişafına mühüm töhfələr vermişdi və alimlərin bir çox kəşfləri dünya elminin tarixində əhəmiyyətli rol oynamışdı. Məsələn, riyaziyyat və məntiq sahəsində tanınmış alim olan Lütfizadə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisidir. Bu nəzəriyyə süni intellekt, idarəetmə sistemləri və informasiya emalı sahələrində geniş tətbiq tapmışdı. Onun elmi işi bir çox müasir texnologiyaların əsasını təşkil etmişdi. Kərim Kərimov isə Sovet kosmik proqramının əsas memarlarından biri olmuşdu. O, ilk kosmik aparatlarının hazırlanmasında iştirak etmiş, yer kürəsinin ilk süni peykini orbitə buraxılmasında və Soyuz layihəsində əsas rol oynamışdı. Görkəmli kimyaçı Yusif Məmmədəliyev neft kimya sənayesinin inkişafına böyük töhfə vermişdi. Onun elmi fəaliyyəti neftin emalı üçün yeni metodların yaradılmasına səbəb olmuş, bu da həm Azərbaycanda, həm də dünya miqyasında neft sənayesinə ciddi təsir göstərmişdi. Bu alimlər öz sahələrində mühüm dəyişikliklər yaratmış və dünya elminin inkişafına böyük töhfələr vermişlər. Azərbaycan xalqının elmə verdiyi töhfə həm təsirli, həm də yeni kəşflər üçün ilham vericidir.